Təbiətdə bizə bəxş olunan inanılmaz güclü bir bitkini tanıyın, nanə cövhər. Nanə cövhər sadəcə təravət verən bir bitki deyil, həm də sağlamlığımıza çoxsaylı faydalar təmin edən güclü bir təbii vasitədir. Nanə cövhər hibrid bir bitkidir. O 17-ci əsrdə İngiltərədən gətirilmiş və buna görə də bəzi ölkələrdə İngilis nanəsi olaraq da tanınır. Qədim Yunanistan və Roma dövrlərində bu bitki yüksək qiymətləndirilirdi. Bu bitkidən zəkaya və əhval-ruhiyyəyə müsbət təsir göstərmək üçün bir çox mədəniyyətlərdə istifadə olunurdu. Nanə cövhər başlıca olaraq mentol, karbon, limanin kimi komponentlərdən ibarətdir. Bu maddələr nanə cövhərin əsas funksiyalarını, ağrı-kəsici, sakitləşdirici və təravətləndirici təsirini təmin edir. Həmçinin efir yağı şəklində istifadə olunduqda təbii antiseptik təsir də göstərir. Bu da bədənimizi müxtəlif infeksiyalardan qorumağa kömək edir. Bu videoda nanə cövhərin sirlərini və onun möcüzəvi təsirlərini öyrənəcəksiniz. Əgər bu tip möcüzəvi bitkiləri daha yaxından tanımaq istəyirsinizsə, videonu bəyənin və kanalımıza abunə olun. Nanə cövhər sadəcə bir çay içkisindən çox daha geniş bir istifadəyə malikdir. Onun sağaldıcı təsirləri mədə-bağırsaq problemlərindən tutmuş, sinir sisteminə qədər müxtəlif sahələrdə özünü göstərir. Gəlin, bu güclü təbii vasitənin bizə hansı faydalar təqdim etdiyinə bircə baxaq. Nanə cövhər mədə-bağırsaq sistemini sakitləşdirərək həzmi asanlaşdırır, iştahı tənzimləyir və bədəndən artıq maye və qazların atılmasına kömək edir. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, öd istehsalını nizamlayır və soyuq dəymə, qrip kimi infeksiyalara qarşı təbii bir antidot rolunu oynayır. Asma və tənəffüs problemlərində nəfəs alışı rahatlaşdırır, öskürək və boğaz narahatlıqlarına qarşı təsirlidir. Eyni zamanda bağırsaq problemlərini və baş gicəllənməni azaldır, bağırsaq parazitlərinə qarşı müalicəvi təsir göstərir. Çay kimi istehlak edildikdə bir stəkan isti suya 1-2 ədəd nanə cövhər əlavə edilərək gündə 1-2 dəfə içilir. Bu, həzm problemlərini yüngülləşdirir və nəfəs almağı rahatlaşdırır. Xüsusilə qaz probleminiz varsa, nanə cövhər çayı içmək qarında təzyiqi azaldaraq həzmi daha rahat hala gətirir. İshala qarşı təbii müalicəvi vasitədir. Çay yeməkdən sonra içildikdə daha effektiv təsir göstərə bilər. Nanə cövhər sinir sistemini sakitləşdirərək stresi aradan qaldırır, həyəcana və qorxuya qarşı effektiv təsir göstərir, yuxusuzluqla mübarizə apararaq rahat yuxunu təmin edir. Ürək sağlamlığını yaxşılaşdırır, qan dövranını tənzimləyir və aritmiyaya qarşı qoruyucu bir rol oynayır. Çay kimi istehlak edildikdə bir stəkan isti suya 1-2 ədəd nanə cövhəri əlavə edilərək içilə bilər. Dadını yaxşılaşdırmaq üçün bal və ya limon da qatmaq mümkündür. Çayı qarışdırıb 1-2 dəqiqə dəmlənməyə buraxdıqdan sonra rahatlıqla içmək olar. Həmçinin bu çay baş ağrısı və spazma problemlərini azaldır. Yatmazdan əvvəl içmək yuxusuzluğa qarşı təsirli ola bilər. Əgər mədə ağrılarınız varsa, bir fincan bu çaydan içmək rahatlamağa kömək edəcək. Nanə cövhər təbii antiseptik xüsusiyyətlərə malikdir. İnfeksiyaları aradan qaldırmağa kömək edir. Yüksək hərarət zamanı bədən istiliyini aşağı salır. Ağızda təravət yaradır və pis iyin qarşısını alır. Bir neçə yarpaq nanə cövhəri bir az su ilə qarışdırıb ağız boşluğunuzu bu qarışıqla yaxalayın. Bu, ağız qoxusunu aradan qaldırır və ağız sağlığını dəstəkləyir. Nanə cövhəri dəri problemləri, iltihablar və sızanaqlar üçün çox faydalıdır. Təmiz pambığa bir neçə damla dəmlənmiş sudan damladaraq dərinizə tətbiq edə bilərsiniz. Bu iltihabları azaldacaq və dərini təmizləyəcək. Üz maskalarına nanə cövhəri əlavə etmək dərini nəmləndirir, sakitləşdirir və təravətli bir görünüş təmin edir. Bu təbii vasitə ilə dərinizin sağlamlığını qorumaq mümkündür. Nanə cövhəri baş və diş ağrılarına qarşı sakitləşdirici təsir göstərir. Nanə cövhərinin dəmlənmiş suyunu bir neçə damla soyuq suya əlavə edib bir pambıqla alnınıza tətbiq edin. Bu, baş ağrılarını azaldacaq və rahatladacaq. Nanə cövhərin və çayının çox miqdarda istifadəsi mədədə narahatlıq və digər xoşagəlməz təsirlər yarada bilər. Bu səbəbdən ölçülərə diqqət etmək vacibdir. Hamiləlik dövründə süd verən analar və 6 yaşdan aşağı uşaqlar üçün istifadədən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Əgər siz də sağlam həyat tərzi haqqında faydalı məlumatlar öyrənmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın, sağlam qalın.